Möhtərəm müsəlmanlar, əziz, dəyərli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir, tövsiyəsidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və bugün ən təhlükəli bir düşməndən danışacağıq. Təhlükəli, özü də sərt, qəti, əzəli bir düşmən. Hansı ki, onun təhlükəsinin miqdarını, vuracağı zərərin müstəvisini Allahdan başqa heç kim bilmir. Əgər bütün bəşəriyyət cəm olsaydı, onu məğlub etməyə, zərərini dəf etməyə bacarmazdılar. Yalnız Allah Taala'nın izin verdiyindən başqa. Və heç bir silah, heç bir sursat ona təsir etmir. Əksinə, bütün dünyanın müasir silahı, sursatı, istər ağır, istər yüngül cəm olunsa, atılsa onun üzərinə, Allah Taala müvəffəq etməyəcəksə, izin verməyəcəksə onu məğlub etmək mümkün deyil. Həqiqətən də bəşəriyyətin düşmənidir. İnsanlığı həlak edəndir. Kimdir o? İblis. Hansı ki, aləmlərin Rəbbinə asi olub, ona görə Allahın lənətini qazanmış və bir çox adlarla tanıdığımız şeytan, iblis, vəsvəsə verən, xənnas, hansı ki qəlblərdə olana vəsvəsə edib qaçan, məlun, Allahın rəhmətindən qovulmuş, uzaqlaşdırılmış, zəlalətə çağıran, cəhənnəmə dəvət edən biri. O təhlükəli düşmən, hansı ki öz ədavətini insan cinsinə qarşı edir. İnsan cinsinə qarşı ədavət aparır. İnsanı gecə-gündüz izləyir, təqib edir, nəzarətindən qaçırmır, istər səfərdə olasan, istər daimi qaldığın yerdə, gizlinində, aşkarında, xəstələndiyində, sağlam olduğunda, kiçik, böyük fərq etmədən, varlı kasıba baxmadan, sevincli, kədərli olmağa baxmadan, yorğun və ya gümrah olduğuna baxmadan, əgər qatilsənsə, Rəbbindən, onun zikrindən, onun itayətindən bil ki, onun tələsinə düşmüsən. Bil ki, onun toruna düşmüsən artıq. Və təhlükəsi də ondadır ki, gözümüzlə onu görmürük. Baxmayaraq, o bizi görür. İnnehu yarakum və huve qabiluhu min heythu la tarawnahum. İnna ca'alna şeyatin awliya lillezina la yu'minun. O və onun kimisi, yəni onun nəslindən olanlar, siz onları görmədiyiniz yerdən sizi görür. Həqiqətən biz şeytanları iman etməyənlərin dostu etmişik. Və silahı da ən təhlükəli silahdır. Ən öldürücü silahdır. Nədir silahı? Vəsvəsə. Silahı vəsvəsədir və bəzəməkdir. İnsan üçün bu dünya və onda olanı baxmayaraq zəifdir. İman əhlinin önündə zəifdir itayət. Zikr əhlinin önündə. Ona görə İbn Cəvzi rahiməhullah deyir ki, Allah Taala insanı zəif adlandırıb. Və adlandırıb həmçinin şeytanı, hiləsini zəif. İnnə keydə şeytani kənə daifə. Həqiqətən şeytanın hiləsi, məkri zəifdir. Sonra deyir ki, iki zəif bir-biri ilə vuruşarsa, onlardan birinə kömək edən olmasa, onlar heç vaxt bir-birini məğlub edə bilməz. Ona görə Allah Taala o zəif insana əmr edib ki, kömək üçün Rəbbinə sığınsın. O mərhəmətli, şəfqətli Rəbbinə ki, hansı ki onu o zəif şeytanın hiləsindən qoruyar, ona kömək olar ona qarşı. Və bu hekayə, bu ədavət başlayıb nə vaxtdan? İlk insan xəlq olunandan, Adəm xəlq ediləndən və əmr ediləndən mələklərə ona səcdə etsin. İz qalə rabbuka lil mələikəti inni xaliqun bəşəran min tin. Buyurur ki, Rəbbim mələklərə dedi ki, mən quru palçıqdan bir məxluq xəlq edəcəm, yəni insan xəlq edəcəm. Fəidə səvvəytuhu və nəfəxtu fihi min ruhi fəq'u ləhu səcidin. Elə ki, ona biçim verdim, öz ruhumdan üflədim, ona səcdəyə qapanın, ona səcdə edin. Nə oldu bu əmrin nəticəsi? Hansı ki, Allah Taala əmr etmişdi. Mələklər cavab verdi hamısı. Yalnız bir kəsdən başqa. Fəsəcədəl mələikətü kulluhum əcməun. Mələklər hamısı səcdə etdi, hamılıqla. İllə iblis əstəkbərə və kənə minəl kəfirin. Yalnız iblis imtina etdi, təkəbbürlük etdi və kafirlərdən oldu. Və nə oldu nəticə? Allah Taala onu cənnətdən çıxardı. Rəhmətindən uzaqlaşdırdı, lənətlədi ta ki qiyamət saatına kimi
قال اخرج منها مذموما مدحورا. Dedi ki çıx oradan, yəni cənnətdən qınanılmış, qovulmuş. Ləmən təbə'əkə minhum ləəmləənnə cəhənnəmə minkum əcməin. Onlardan sənə kim tabi olsa cəhənnəmi sizin hamınızla dolduracağım. Və buyurur ki Rəbbimiz fəxruc minhə fə innəkə racim. Çıx oradan, sən qovulmuşsan. Və innə aleykəl lə'nətə ilə yevmiddin. Qiyamət saatına kimi, qiyamət gününə kimi üzərində lənət var. Və əmr etdi Adəmə, zövcəsinə cənnətin sakini olsun. Orada olan hər bir şeydən yesin, yalnız bir ağacdan başqa. Və qulnə ya Ədəm uskun əntə və zəvcükəl cənnə və kulə minhə rəqadən eyfə şeytuna. Dedi ki, ey Adəm, cənnətin sakini ol, sən və zövcən, orada olan hər şeydən istədiyin kimi yi. Və lə təqrabə hədihi şəcərə, bu ağaca yaxınlaşma, fətəkuna minəd zalimin, zalimlərdən olmayasan deyə. Və şeytan onu bu qəzəbləndirdi. Qəzəbindən çatladı, hissləndi və ədavət də başladı. Ədavət başladı o gündən, onların ikisi ilə onları cənnətdən çıxarmağa çalışdı və çıxartdı da. Və gəldi onlara nəsihət edən əmin bir görkəmdə, bir biçimdə və and içdi onlara ki, nəsihət edəndir. Və qaseməhumə inni ləkumə ləminən nasihin. And verdi ki, mən sizə nəsihət edənlərdənəm və ədavəti başlatdı. Və bu ədavət, o mübarizə, o xəbis nəfslidən başladı və Allah Taala'nın onun izzətini and verdi ki, onları cənnətdən çıxaracaq, onları azdıracaq və öz nəfsinə əhd verdi ki, onları, Adəm evladını, zürriyyətini nə xəta varsa, nə günah varsa bulaşdıracaq onları. Onlar üçün cənnəti məhrum edəcək, onların cənnətə qalmasını, qadağan olunmasına səbəb olacaq. Deyir ki, Rəbbimiz, قَالَ فَبِمَا أَغْوَيْتَنِي لَاقُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمِ. Necə ki, məni yolumdan çıxardığım kimi, sənin doğru yolundan onları mən azdırmaq üçün oturacağım o yolun üzərində. ثُمَّ لَأَتِيَنَّهُمْ مِنْ بَيْنِ اَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَمِنْ اَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ. Sonra gələcəm onların önündən, arxasından, sağlarından, sollarından. وَلَا تَجِدْ أَكْثَرُهُمْ شَاكِرِينَ. Onların çoxunu sənə şükür edənlərdən görməyəcəksən. Beləcə haqla batil arasında mübarizə başladı. Hidayətlə zəlalət arasında, gecə ilə gündüz arasında və nə etdi? İnsan övladını təqib etməyə başladı. İzləməyə başladı addım addım, gecə gündüz. Qafil olmadı, yatmadı, yorulmadı, tənbəllik etmədi. Hər bir vaxt, hər bir an, ta ki doğulan gündən ölənə kimi. Hətta Adəm övladı atasının belində olanda belə. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm öyrədib bizə, göstərib ki, bizdən kim qadını ilə yaxınlıq etmək istədikdə Allah'a sığınsın, desin Bismillah. Allahümme cennibnə şeytan və cennibiş şeytana mə razaqtənə. Allahım bizi şeytandan uzaq et və bizə verəcəyin o ruzunu, yəni övladı şeytandan uzaq et. Sonra deyir ki sallallahu aleyhi və səlləm, əgər Allah Taala təqdir edibsə onlara övlad, şeytan ona zərər verməz, əgər belə deyəcəklərsə. O başqa bir rəvayətdə deyir ki sallallahu aleyhi və səlləm, ləm yədurruhu şeytan və la yusallit aleyhi. Şeytan ona zərər verə bilməz, ona yaxın düşə bilməz. Çünki Allah Taala göstərib ki, o şərikdir bizə hər bir şeyimizdə. Çalışır ki, şərik olsun. Və şərikum fil envali vel evlad. Onlara şərik ol, mallarında, övladlarında. Deyirlər ki, alimlər, malda və övladda şeytanın şərik olması bu ayədə açıq-aydın göstərilib ki, kişi hətta qadını ilə yaxınlıq edəndə belə, əgər Allahı zikr etmirsə, şeytan şərikdir ona. Və gəlib ki, hətta uşaq dünyaya gələndə də öz vəsvəsəsindən əl çəkmir. Əbu Hurayra radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, mən min məvludin yulədu illə və şeytanu yəməssuhu hinə yuled. Elə bir doğulan uşaq yoxdur ki, o doğulduqda şeytan ona toxunmasın. Fəyəstəhillu sarixən min məssi şeytaniyyə. Və şeytanın ona toxunmasından qışqırmağa başlayır. İllə Məryəm və ibnəhə. Yalnız Məryəm və oğlu bundan istisnadır. Və elə ki, insan mükəlləflik yaşına çatır. Şəriətlə günahların və savabların yazıldığı bir yaşa çatır. Nə edir? Öz yaxınlarından birini ona bərabər gəzmək üçün tay edir. Onunla yanaşı gəzmək üçün əmr edir ona ki, ayrılmasın. O da ondan ayrılmır. Onunla yanaşı çəkir, gəzir. Onunla oturur, durur, yatır. Yalnız itayət vaxtı ondan uzaqlaşır. Allahı damiyyətli zikr edərsə ondan uzaqlaşır. Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün gecə yanımdan çıxdı. Və onun bu çıxışından qısqanclıq hiss etdim. Qısqanclıq duydum. Və elə ki qaydanda qısqanclıqdan etdiyimi gördü. Dedi ki, mələkə ya Ayşə, nə olub sənə ey Ayşə? Dedim ki, وَمَا لِي لَا أَغَارِ
la yagaru mitli ala mitlik. Mənə nə olub ki, mənim kimisi sənin kimisini qısqanmasın? Dedi ki, qad ca'aka şeytanak. Dedi ki, deyəsən şeytanın gəlib axı. Dedim ki, ya Resulallah, əvə mə'i şeytan. Ey Allahın elçisi, mənlə şeytan var. Dedi ki, bəli. Qultu və mə'ə kulli insan. Dedim ki, hər bir insanla. Dedi ki, nəəm, bəli. Və mə'əkə ya Resulallah. Dedi ki, səninlə də, ey Allahın elçisi. Dedi ki, bəli, lakin Rəbbim mənə kömək olub, o İslamı qəbul edib. Və başqa bir rəvayətdədir ki, sallallahu aleyhi və səlləm, sizdən elə bir kəs yoxdur ki, onun yanına cinlərdən biri müvəkkəl edilməsin, yəni təyin olunmasın və mələklərdən də bir mələk təyin olunmasın. Hər bir insanla, onunla yanaşı gəzən bir cini var, hansı ki ona vəsvəsə edir və bir mələk var ki, hansı ki ona müvəkkəl olub onu qorumaq üçün. Və gəlib səhih hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İnnə şeytanə qal, şeytan deyib ki, və izzəti və cəlali, və izzətikə və cəlalik, sənin izzətinə və cəlalına and olsun, lə əbrahu əğvi ibadək, sənin qullarını yoldan çıxartmaqdan əl çəkməyəcəm, mədəmət ərvahum fi əcədihim, nə qədər ki onların ruhları cəsədlərindədir. Onları azdırmağa çalışacağım və Allah Teala da deyir ki ona və izzəti və cəlali, izzətim və cəlalıma and olsun, lə əzəli əqfiru ləhum məstəğfəruni, onlar məndən bağışlanma dilədikcə onları bağışlamaqda davam edəcəm. Və İmam Əhməd rəvayət edib Səburadan radiyallahu anhudan deyir ki, eşitdim Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, şeytan Adəm övladının hər bir yolunun üzərində oturub, İslam yolunun üzərində oturur və deyir ki, ona İslamı qəbul edirsən, tərk edirsən atavın dinini, atavın atasının dinini və ona asi olur, İslamı qəbul edir. Sonra oturur onun hicrət yolunun üzərində, deyir ki, hicrət edirsən, tərk edirsən torpağı, səmavı, tərk edirsən, hicrət edirsən, sanki bağlı bir at kimi olacaqsan və ona asi olur, hicrət edir. Sonra oturur onun cihad yolunun üzərində, deyir ki, cihada çıxacaqsan, nəfsinlə, malınla vuruşacaqsan, öldürüləcəksən, arvacın başqasına ərə gedəcək, malın varislərin arasında bölünəcək, ona asi olur, döyüşə çıxır. Deyir ki, sallallahu aleyhi və səlləm, kim belə etsə, Allah Taala'nın üzərində haqdır ki, onu cənnətə daxil etsin. Və sonra deyir ki, sallallahu aleyhi və səlləm, kim belə öldürülsə, Allah Taala'nın üzərində haqdır ki, onu cənnətə daxil etsin. Kim bataraq ölərsə, Allah Taala'nın üzərindədir ki, onu cənnətə daxil etsin. Kim miniyindən yıxılaraq ölərsə, Allah Taala'nın üzərində haqdır ki, onu cənnətə daxil etsin. Hətta şeytan insanı yeməyində belə tərk etmir. Əgər Allah Taala'nı zikr etmirsə yemək yeyərkən, şeytan ona şərikdir. Deyir ki, sallallahu aleyhi və səlləm, Cəbir radiyallahu anh'ın rəvayət etdiyi hədisdə, şeytan sizin hər bir şəninizdə, sizin yanınızdadır. Hətta yeməyinizdə də gəlir, hazır olur. Əgər sizdən birinin əlindən loxması düşdükdə, onu qaldırsın, üzərindəki tozu təmizləsin, yesin, onu şeytan üçün tərk etməsin. Və əgər yeməyi bitirdisə, barmaqlarını yalasın. Həqiqətən o bilmir, bərəkət yeməyin arasındadır. Və başqa bir rəvayətdə deyir ki, sallallahu aleyhi və səlləm, Allahın adı zikr olunmayan yeməyi şeytan özü üçün halal edir. Və Cəbir radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, kişi əgər evinə daxil olarsa, Allahı zikr edərsə daxil olduğunda və yemək yediyində, şeytan deyir ki, ətrafındakılara sizin üçün nə gecələmək yeri var, nə axşam yeməyi. Və əgər kişi daxil olarsa evə, daxil olduqda Allahı zikr etməzsə, şeytan deyər ki, artıq yatacaq yer tapmışsınız. Və əgər yemək yedikdə Allahı zikr etməzsə, şeytan deyər ki, həm yatacaq yer tapdınız, həm də yemək tapsınız. Əksinə insan yatdığında belə, əgər qafildirsə Allahın zikrindən, şeytan o ilə bərabərdir. Vəsvəsəsində davam edir. Deyir ki, sallallahu aleyhi və səlləm, şeytan sizlərdən birinin başının arxasına, yəni ənsəsinə 3 düyün vurur. Və hər bir düyünü vuranda deyir ki, səni uzun bir gecə gözləyir. Yat, elə ki oyandın, Allahı zikr etdin, o düyünlərdən biri açılır. Elə ki dəstəmaz aldın, 2-ci düyün açılır. Elə ki namaz qıldın, 3-cü düyün açılır. Yox, əgər qalxdığında Allah Taala'nı zikr etmədinsə, artıq xəbis nəfslə tənbəl olaraq qalxırsan. Lakin zikr etsən, qalxdığında gümrah olursan və gözəl nəfslə qalxırsan. Əbu Hüreyra radiyallahu anhudur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, yuxudan durduğunuzda 3 dəfə burnunuzu yaxalayın, çünki şeytan orada gecəliyir. Və həmçinin şeytan insanın damarlarında gəzir. Damarlarında belə onu tərk etmir. Deyir ki, sallallahu aleyhi və səlləm, həqiqətən şeytan insanın damarlarında qan axan kimi axır. Və göndərir şeytan hər gün öz ordusunu insanlara vəsvəsə etmək üçün. Əbu Musa Əl-Əşəri deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, elə ki səhər açıldı, şeytan sabahladı, iblis öz ordusunu göndərir ki, müsəlmanlardan kimi zəlalətə kim salsa, onun başına tac qoysun. Və Cəbir radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, iblis öz taxtını su üzərində qurur və ordusunu göndərir
ve ona en yakın, en azametli fitne törədendir. Biri gelir, deyir ki, bu ve bunu ettim. Deyir ki, ona hiçbir şey etmedin. Sonra başkası gelir, deyir ki, onu yani insanı terk etmedim. Ta ki nihayet onunla hayat yoldaşı arasına ayırdım. Ve yaxınlaşdırır şeytan onu, deyir ki, nəəm, ənt. Deyir ki, bəli, sənsən bunun üçün. Ona görə Əhməş deyir ki, zənn edirəm ki, deyir ki, bunda davam et. Bu minvalla davam et. Və onun vəsvəsəsinin, azdırmasının davamiyyəti hətta insan ölüm ayağında da davam edir. Ölümün acılarını dadanda da davam edir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm öyrədib bizə ölüm ayağında Rəbbimizə sığınaq. Deyək ki, əudu bikə ən yətəxabbətən şeytan indəl məvd. Sənə sığınıram. Ölüm ayağında şeytanın bizi ələ keçirməsindən, toruna salmasından, caynağına keçirməsindən və ona görə Allah Taala çəkindirib bizi ondan, ədavətindən, fitnəsindən, Allahın kəlamına nəzər salan, görək ki, Allah Taala onu açıq aydın düşmən elan edib. Ya bəni Adəm, la yəftinənnəkumus şeytanu kəmə əxrəcə əbəvəykum minəl cənnə. Ey Adəm evladı, ata-ananızı cənnətdən çıxardığı kimi şeytan sizi fitnəyə salmasın. İnnəş şeytana ləkum aduvun, fəttəxiduhu aduvva. Həqiqətən şeytan sizin düşməninizdir. Ona düşmən olun. İnnəmə yəd'u hizbəhu liyəkunu min əshabis səir. O öz dəstəsini çağırır ki, cəhənnəmin əshabından olsunlar. Və misallar çəkib öz kəlamında bizdən əvvəlki ümmətlərin halını, necə şeytan onları azdırıb, necə yoldan çıxarıb, necə etdikləri günahları, əməlləri onlara bəzədib. Təllahi ləqəd ərsəlnə ilə uməmin min qablik. Allaha and olsun ki, səndən qabaqki ümmətlərə də elçilər göndərdik. Fəzeyyənə ləhumuş şeytanı əmələhum. Şeytan onlara əməllərini bəzətdi. Fəhuvə valiyyuhumul yevm. O, bugün də onların dostudur. Və ləhum əzəbun əlin. Onları ağır verici əzab göstərir. Və çəkindirib bizə onun izi ilə getməyə, onun addımlarını addımlamağa. Ya eyyühəllezine amenu la təttəbi xutuvatüş şeytan. Ey iman edənlər, şeytanın izi ilə getməyin. Və mən yettəbi xutuvatüş şeytan fə innəhu yəmuru bil fəhşəyi vəl munkar. Kim şeytanın izi ilə gedərsə, yəni addımladığı addımları ilə gedərsə, o pozğunluğa, münkər, pis işlərə çağırır. Və ləulə fadlullahi aleykum və rəhmətuh. Əgər Allahın lütfü və rəhməti olmasaydı sizə, mə zəkə minkum min əhədin əbədə. Heç vaxt sizdən heç kimi təmizə çıxarmazdı. Və ləkinnəllahu yüzəkki mən yəşə və huvəs-səmiyyul əlim. Lakin Allah Taala istədiyini təmizə çıxarır, o işidəndir, biləndir. Və çəkindirir bizi Allah Taala və öylədir ki, nicat ondan tutunmaqdadır. Onun zikrindədir, təvhidindədir, itayətindədir, onu zikr etməkdədir daima. Əbu Dərdə radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, İnnə iblisə qad əysən yə'budəhul musallin. İblis namaz qılanların ona ibadət etməsindən ümidini əlini üzüb artıq. Və ləkin fit təhrişi beynəhum. Lakin onlar arasında ədavət, düşmənçilik salmaqla çalışır, onu ilə nəsə əldə edir. Allah Taala bizi iblisin, şeytanın və tərəfdarlarının şərrindən qorusun. Bizi Rəbbimizin himayəsində etsin daima. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril muslimin min kulli zəm fəstəğfiruhu innehu ğafurur rahim. Amin. Və salatu və salamu alə əşrafil ənbiyəyi vəl mursalin. نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. عباد الله إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. واقيموا الصلاة.